Rəşad müəllim, sujeti izlədik, qanuna dəyişiklik təklif edilir Milli Məclisdə. Bu dəyişiklik işçilərin peşəkarlığının artırılması baxımından hansı praktiki nəticələri ola bilər bu dəyişikliklərin sizcə? Əvvəla bu dəyişiklik bir mənalı olaraq düşünürəm ki, Azərbaycan səhiyyəçiləri üçün çox vacib və uzun müddətdən bəri gözlənilən bir dəyişiklikdir. Çünki bildiyimiz kimi bugünə qədər sertifikasiya imtahanları sadəcə bəlli bir müddət içərisində bir imtahan əsaslı bir sistem üzərinə idi ki, bu da 5 il müddətində var olan bilik və bacarıqlarını bəzən stres anında ortaya qoymaqda çətinlik çəkilirdi. Amma bildiyimiz kimi Avropa İttifaqının bir çox ölkələrində, eləcə də Türkiyədə tətbiq olunan daha fərqli, daha çox peşə inkişafı modeli üzərinə, yəni fəaliyyət göstərdiyi müddət içərisində konqreslərdə, konfranslarda iştirakı və oradan yığmış olduğu kredit balları, eləcə də əgər bir tədrislə məşğuldursa öz sahəsi üzrə, məsəl üçün bir kardioloq əgər universitetdə hər həftə tədris verirsə öz sahəsi üzrə, əlbəttə ki, onun vermiş olduğu tədris də onun davamlı bir şəkildə əslində inkişafını göstərən bir parametrdir. Yeni layihədə bir mənalı olaraq sadəcə sertifikasiya imtahanından keçmək deyil, tibb işçilərinə əlavə olaraq sertifikasiya imtahanına girmədən 5 il müddətincə yığmış olduqları kredit ballarla da imtahana girmədən bu mərhələdən keçmək kimi bir imkan yaranır. Bu birinci məsələ. İkinci bir məsələ, hər hansı bir səbəbdən, istərsə kredit balı, istərsə də sertifikasiya imtahanından uğursuz keçə bilməyən insanların əvvəllər əmək müqaviləsi də xitam verilirdi və bu insanlar bir sonraki imtahana girənə qədər sosial və maddi tərəfdən ciddi problemlərlə üz-üzə idilər və yeni qanun layihəsi, müzakirəyə çıxarılan qanun layihəsində artıq bu məsələdə də həmin imtahandan kəsilmiş insanların önündə olan 6 ay müddətində özünü təkmilləşdirmək üçün keçən müddət ərzində iş yerinin saxlanılması və 6 ay müddətincə maaşın alınması kimi bir maddə də öz yerini tapır. Əlbəttə ki, hər iki maddə düşünürük ki, Azərbaycan səhiyyəsinin son zamanlarda səhiyyəmizdə vüsət alan yeni islahatların vacib bir tərkib hissəsidir. Çünki hamımız bilirik ki, səhiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin edilməsi, Cənab Prezident tərəfindən qoyulmuş hədəflərə çatılması üçün və səhiyyə sahəsindəki islahatların effektiv və uzun müddətli, keyfiyyətli şəklinin qorunması üçün tibb işçilərinin özlərinin də əlbəttə ki, bu sahəyə vermiş olduğu enerjinin forması da çox vacibdir. Bugünə qədər olan sistemdə əfsuslar olsun ki, tək sadəcə bir imtahanla və o imtahandan kəsildikdən sonra bir çox hüquqlarından mən edilməsi səhiyyəçilərin üzərində çox böyük bir stres yaradırdı. Bu, hətta gənc nəslin nümayəndələrinin ölkəmizdə səhiyyə sahəsində təhsil aldıqdan sonra xaricə getmələri üçün bir səbəblərdən biri kimi də bəzən göstərilirdi aparılan sorğularda. Onun üçün düşünürük ki, bu var olan yenilik Azərbaycan səhiyyəçisinin həm də səhiyyə sisteminin inkişafına öz töhfəsini verəcəkdir. Rəşad müəllim, çox önəmli məqamlara toxunursunuz. Dəyişikliklərdən biri də davamlı peşəkar inkişaf modelinin tətbiqi ilə bağlıdır. Bu modelin üstünlüyü nədir? Bu model bir kərə dünyada təcrübədən keçmiş və Dünya Tibb Federasiyasının tövsiyə etdiyi və bugün Avropada və bir çox dünyanın aparıcı ölkələrində tətbiq olunan modeldir. Bu model içərisində biraz əvvəl dilə gətirmiş olduğum daha çox insanları imtahana çəkmək deyil, aparılan islahatlar və ortaya qoyulmuş kriteriyalar həkimlərin və tibb işçilərinin öz üzərində davamlı bir şəkildə inkişafı üçün bir motivasiya yaratması hədəflənir. O motivasiya içərisində də imtahan yerinə 5 ildən bir yığmış olduğu həmin davamlı peşəkar inkişaf balına görə hərəkət olunacaq ki, onun içərisində də yenə təkrar etmək istəyirəm, həm yerli və xarici konferanslarda iştirak, həm xüsusi təlimlərdə iştirak, həm özünün, həmin şəxsin dünya literaturasına, tibb
jurnallarında çıxan dərcləri, ixtiraları, tibb təhsilində özünün funksionallığı, bütün bunlar əlbəttə ki, müvafiq icra strukturunun belirlədiyi kriteriyalar içərisində bəlli ballarla onun fəaliyyətinin bir parçası olaraq həmin imtahan önü dəyərləndiriləcəkdir. Və beləcə, həmin insan davamlı bir şəkildə öz inkişafı ilə məşğul olan bir insanın hər hansı bir imtahana girmədən sadəcə həmin ortaya qoymuş olduğu 5 il içərisindəki özünü inkişaf naminə qoymuş olduğu bütün necə deyərlər, əməyi dövlətin qanunları tərəfindən qiymətləndirilərək öz peşə fəaliyyətinə rahat bir şəkildə davam etməsi üçün bir imkan yaradır. Yenə dönüb deyirəm, bunun ən böyük əhəmiyyətlərindən biri bir kərə hüquqi cəhətdən sertifikasiya imtahanından qat-qat üstün olan universitetdən alınan diplomun üstünlüyünü bir daha ortaya qoymaqla peşəkar həkimlər və tibb işçiləri üzərində tək mərhələli və sadəcə bir yazılı imtahandan çıxan nəticələrlə onların iş həyatında təsir edə biləcək böyük bir stresin ortadan qalxmasına kömək edir. Və gözəl tərəfi də odur ki, hər iki yöntəmin də istifadəsinə bu qanun layihəsi imkan verəcək. Həm kreditlər vasitəsilə, həm də bugünə qədər var olan sertifikasiya imtahanı da öz qüvvəsində qalmaq şərti ilə. Rəşad müəllim, iş prosesindən toxundunuz. Bu dəyişikliklər tibb müəssisələrində kadr çatışmazlığı kimi və ümumiyyətlə keyfiyyətli tibbi xidmət baxımından, keyfiyyətli tibbi xidmətin göstərilməsinə təsiri baxımından necə dəyərləndirilə bilər? Bir mənalı olaraq biraz əvvəl də dilə gətirdiyim kimi, bir kərə bu artıq dünyada qabaqcıl tibbinə güvəndiyimiz ölkələrin uzun illərdən bəri tətbiq etdiyi bir modeldir. Və bu modelin nəticələri artıq dünya ölkələri təcrübəsində bilinəndir. Ona görə buradan çıxan fikir də odur ki, ölkəmizdə də biz düşünürük ki, uzun müddətdən bəri xüsusən tibb işçiləri üzərində ciddi bir şəkildə narazıçılıq yaradan tək mərhələli sertifikasiya sisteminin yerinə qanunvericiliklə belə bir yeni yöntəmin gəlməsi bir mənalı olaraq ölkədə aparılan səhiyyə islahatlarına, eləcə də hər bir vətəndaşın tibbi xidmətə daha keyfiyyətli əl çatanlığına müsbət təsirini göstərəcəkdir. Rəşad müəllim, çox təşəkkür edirəm yayıma qatıldığınız və şərhiniz üçün. Çox sağ olun. Çox sağ olun. Bəli, qeyd edim ki, bizimlə birbaşa bağlantıda ürək damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov idi.